Azəriqaz İstehsalat Birliyinin əsas rəhbər postunu tutanlardan biri Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev qurum daxilində mafiya yaratmaqda və başının dəstəsi ilə qanunsuz işlər görməkdə ittiham olunur. Öndər TV-yə aza istinadən xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sosial şəbəkə hesabında yazan Şəfaqət Babayev adlı işçi əlavə ittihamlar da səsləndirib. Müraciətdə deyilir: Zamin Mehrəliyev bu sistemə gəldiyi gündən fırıldaqçılığın bilmədiyimiz heç bir dərinliyi qalmadı. Bir tək peşəkarlıq sözünün hansı peşəkara aid olduğunu ayırt edə bilmədi. Şübhəm yoxdur ki, onu da bilməsin. Sadəcə peşəkarları adam yerinə qoymayaraq, onların haqqına girib, hər ay 2500 manatı öz yaxın münasibətdə olduğu şəxslərə verərək vəzifəsindən sui-istifadə etdi. İdarələri ikiyə bölərək, yüksək əmək haqqı ilə yaxınlarına vəzifələr verdi. Zamin Mehrəliyevin atası nə vaxt pulun verdi aldı bu Azəriqazı ki, bizlər məlumatsız qaldıq. Nə vaxta qədər yeni yaradılmış idarə rəisi Zamin Mehrəliyevin vəzifəsindən sui-istifadə edərək Azəriqazda öz iyrənc hərəkətlərini həyata keçirib, dövlətin malını talan edəcək. Niyə Azərbaycanda ancaq nankör məmurlar işdən uzaqlaşdırılarkən, oğurluqla nail olduqları mülkləri, şirkətləri, avtomobilləri aşkara çıxarılır? Niyə belə oğrubaşı, nankör, gözü ac vəzifə başında oturanların, əxlaqsız yuvası qurub kök salanların fəaliyyəti vaxtında aşkarlanmır? Ona görə ki, şəxsən Zamin Mehrəliyev Azəriqaz İstehsalat Birliyindən yazılan şikayətlərin arxivə göndərilərək dondurulması yolunu gözəl bilir. Həmin şəxsləri də öz növbəsində layiqincə mükafatlandırırlar.